iştirakçıları, sizlərin hər birinizi bu mübarək Ramazan ayında salamlayırıq. Məktəbimizdə gözəl bir tədbirdir. Göyçayımızın qəhrəman oğlu Varis Məcidova həsr olunmuş filmin təqdimat mərasimidir. Gəlişinizlə şərəf vermişsiniz, hər birinizə minnətdarıq. İcazə verin, tədbiri başlamamışdan öncə Azərbaycanımızın istiqlalı uğrunda, dövlətçiliyimiz uğrunda, torpaqlarımızın bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin müqəddəs ruhlarını bir dəqiqəlik sayğı duruşu ilə yad edək. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Məktəbimizin direktoru, şəhid bacısı Yeganə Mehdiyevə verirəm. Buyurun Yeganə. Öz məktəbinizdir, öz evinizə gəlmişsiniz hamınızı. Öz evinə gələnə də hamımız qucaq açırıq, hamınıza xoş gəldin deyirik. Allah işinizi avam diləsin. Bu gözəl bayramlar ərəfəsində işinizi atıb məktəbimizə gəlmişsiniz. Demək olar ki, mən nə deyim? Hər iki bayram münasibətilə, qarşıdan gələn Ramazan bayramı münasibətilə, Novruz bayramı münasibətilə hamınızı səmimi qəlbdən təbrik edirəm. Sizə işlərinizdə uğurlar arzulayıram. Varis Məcidova gəldikdə isə məktəbimizin şəhid balasıdır. Bizim məktəb çox şəhidlər verib, Varis Məcidov da həmin şəhidlərdən biridir. Bizim öz yerlimiz, gözəl xanım, Xuraman xanım bu hafta yəqin ki, təqdimat eləyəcək, kino çəkilib. Bugün hamı gəlib bura, onun işığına yığışmışıq. Hamınıza təşəkkür edirəm. Gəldiyiniz üçün, dəyərli vaxtınızı sərf ediniz. Çox sağ olun. Varis Məcidov haqqında çəkilən filmin, burada filmin idarə heyəti tam tərkibdə buradadılar. Mən onların hər birini salamlayıram. Filmin ideya rəhbəri, çox hörmətli Xuraman xanım Osmanlı buradadır. Mən dəvət edirəm. Məclisə buyursun Xuraman xanım. Filmin rejissoru Nizat bəy buradadır. Vətən müharibəsi iştirakçısı, qazisi. Nizat bəyi dəvət edirəm bura. Nizat bəy buyurun. Məzunlar Birliyinin həmsədrləri, çox hörmətli Fariqəm Şirəliyev və çox hörmətli Vahid Orucovu mən dəvət edirəm məclisə. Buyursunlar. Hər birini ürəkdən salamlayıb alqışlayaq. Çox hörmətli Xuraman xanıma verirəm. Xuraman xanım da bizim məktəbin məzunudur, Respublika məktəb müəllimidir. Hamımızın əzizidir, gözəl ziyalımızdır, filmin ideya müəllifidir və böyük hörmətdən Xuraman xanıma söz verdik. Buyursun Xuraman xanım. 17 iyun 2024-cü ildə dəvət olundum mən Atatürk mərkəzinə. Bizim Məzunlar Birliyinin rəhbərliyi tərəfindən və ilk dəfə orada Varis bəydən o qədər genişliklə məlumatı aldım. Varis bəy haqqında müəyyən məlumatım var idi xırdapara, amma orada mükəmməl bir tədbir idi və Varis müəllimin etdiyi o igidliklərin tam şahidləri orada Varis müəllim haqqında elə bir o qardaşlara Allah xeyirli sağlam ömür versin, dünyasını dəyişənlər Allah rəhmət elə. Amma sənətli film, qısa metrajlı film kimi bir vizual olarak gördüğü daha çok yanında kalır ve o bakımdan da düşündük ki bu layihəni reallaşdıraq ve bu layihəni reallaşdırmaq məsələsində yaxından iştirakına göre, materialların toplanıp bize təhvil verilməsinə göre Göyçay Məzunlar Birliyinin bütün üzvlərinə minnətdaram, Fariqəm müəllimə minnətdaram, Vahid müəllimə minnətdaram və mənim arzularımı reallaşdıran Nicat bəyə çox-çox minnətdarlığımı bildirirəm ki, mən dərhal elə tədbirin gedişində zəng vurdum ona. O da Respublikada ilk və yeganə belə deyim, qazi bir rejissordur, müharibə iştirakçısıdır və onun könlü zaten belə ideyalarla doludur ki, deyiləni anında tutur ki, mən nə demək istəyirəm, ona görə bizim işimiz gözəl alındı və bu işlə mənə yaxından mənəvi, maddi dəstəyinə görə öz ailəmə də minnətdaram, Göyçay sevdalısı övladlarıma da minnətdaram. Bizim evdə uşaqlar da tam bir Göyçay sevdalısıdır. Ona görə Göyçayla bağlı olan hər bir şeydə dəstəkləri hazırdır. Hər bir məktəbin məzunu, mənim aləmimdə məktəbin məzunu yüksək ballı tələbələr olmaqla
bilinməməlidir. Məktəblərin məzunu, məktəbin dəyəri onun yetişdirdiyi insanların sayıyla olur. Almaniyada bir lisey müdürün otağına gəlir, rəhbəri işçilər. Hesabat verirlər, bu qədər yaxşı oxuyanımız, bu qədər belə deyir, saxlayın, mənə bu hesabatı verin. Mənə verin ki, ildə neçə insan yetişdirirsiniz. Çünki çox savadlı alimlər, mühəndislər dünyanı dağdan qovmanı da yaradır. Çox savadlı cərrahlar insan orqanının alverinə məşğul olur. Mənə insan yaratdığımızdan danışın. O barədə Göyçay Altı Nömrəli Məktəbinin üzü ardı əlbəttə. Bugün əgər Göyçaya bu 6 nömrəli məktəbi işığına bu qədər məzunları gəlirsə, gördüyü məktəb üçün böyük nailiyyətdir. Amma hər bir millətin də milli dəyərləri onun mənsub olduğu insanların göstərdiyi şücaətlə ölçülür. Məsələn, millət var deyirlər ki, çox igiddir, cəsur millətdir. Millət var deyirlər ki, biraz, nə bilim, qonşumuz mənfurlar kimi satqındır, nədir filan. Amma bizim Azərbaycan xalqının doğrudan gözəl igidləri, o qədər cəsur oğulları, qızları var ki, bizim millət olaraq da üzümüz ağrıdır. Lakin informasiya baxımından ki, illərlə biz öz həqiqətlərimizi dünyaya çatdıra bilməmişik, biraz orada axsamışdıq. İndi onda şükür Allaha ki, artıq müəyyən dairələr bu işlərlə gözəl məşğul olur. Və biz də niyə Varis müəllim haqqında filmi belə düşündük? Çünki Varis müəllim bir qürur mənbəyi idi. Vallahi mən o tədbirdə o qədər mütəəssir olmuşdum ki, yəni belə bir igid, Azərbaycanlı olsun, gələ-gələ hələ bir Göyçaylı olsun, üstəlik də 6 nömrəli məktəbin məzunu olsun və bundan niyə bizim xəbərimiz olmayıb indiyə qədər? Bizim yoxdursa, deməli, ictimaiyyətin heç yoxdur. Bu baxımdan, yəni, bu filmin əldə edilməsi vacib bir məsələlərdən biriydi, mənə elə gəlir. Və mən istəyirəm sözü Vahid müəllimə verim, ya Nizət bəyə verim. Nizət bəy, siz də bir fikrinizi bildirin. Mənim deyiləsi sözüm əslində çoxdur, amma vaxtı da çox almayaq. Odur, buyurun siz də fikrinizi bildirin. Sağ olun. Əvvəla bütün qonaqlara salamlayıram. Bugün gözəl bir gündür. Mənim üçün çünki dəyərli bir vətən oğlunun haqqında bir film, mənim hazırladığım bir filmi izləməyə gələn ən əzizləri, tanıyanlar var. Mənim üçün də fəxirdir. Mən Turaman xanımın bayə rəhbərinə filmin Liya müəllimə təşəkkür edirəm və filmin maddi sənətini öz üzərinə götürən Az-Organik şirkətinə minnətdarlığımı bildirirəm və təşkilatlı dəstək üçün məzun dəstəyi verən məzunlar birliyinə təşəkkür edirəm ki, belə bir işə ürək qoydular, can qoydular. Mən filmi işləyə-işləyə özüm təsirlənirəm. Çox gözümdən yaşlarını həmin qurur duyur insan filmə baxanda, siz baxdıqsa izləyəcəksiniz. Çünki belə bir insan yoxdur, tək-tük olur Azərbaycanda. Yəni, bu qədər məhbusu, 46 məhbusu Rusiyada, Ulyansk şəhərindən azad edəsən, gələsən və özün də sonra gedib müharibədə, Qarabağ müharibəsində döyüşürsən, bu qəhrəmanlıq bir deyil, burada çox qəhrəmanlıq var. Və o 46 məhbus filmə baxanda da görəcəksiniz ki, bunların hərəsi bir qəhrəmandır. Mən bunları dedim sizə, məlumatınız olsun, filmdə izləyəcəksiniz. Mən fəxr edirəm, belə bir qəhrəman haqqında film çəkirəm, onun oğlu da buradadır, Samir salamlayıram. Və sən belə bir atan olduğuna görə biz qürur duyuruqsa, görsən, nəzr qürur duyursan. Var olun, təşəkkür edirəm halimizə. Çox sağ olun. Dedi ki, mən ilk dəfə Atatürk mərkəzində Varis Məcidov haqqında eşitdim. Biz də televiziyada gedən bir film gördük və ondan sonra fikirləşdik ki, bizim mənəvi borcumuzdur ki, onun qəbrini ziyarət edək. Amma 22-ci ildən biz başladıq onun tədqiqatına, getdik. Mübariz müəllim də buradadır, onun yaxınları, qardaşı yadlarındadır. Yəqin ki, orada qəbir üstündə biz belə bir qəbrin ziyarət elədik və belə bir söz verdik ki, bizim mənəvi borcumuzdur onu xalqa çatdırmaq. Biz o verdiyimiz sözə nöqtə bə nöqtə, vergül bə vergül hamısına əməl eləmişik. İndi sonuncu mərhələ qalıb, sonuncu mərhələdə ona milli qəhrəman adı verilməsidir. Biz onun adına küçə verdirdik. Biz onu ensiklopediyaya saldırdıq.
biz onu ali məktəbin tarix kitabına saldırdıq, hansı ki, ora hər detal düşə bilmir, hər hadisə düşə bilmir. Ondan sonra biz yavaş-yavaş Çinarlı, Narlı, Göyçayda elə Göyçaylıların özü üçün biz onu tanıda bildik. Düzdür, bəzən indi hələ Respublikada elə tanınmır, amma inşallah bu filmdən sonra əminik ki, o Respublikada tanınacaq. Ona görə ki, filmin əsas prezentasiyası indi deyil, onun vətənində keçirilir. Aprel ayında Bakı şəhərində əsas prezentasiyası olacaq, təqdimatı olacaq. Onda da mənə elə gəlir ki, bütün Respublika bu qəhrəmanı tanıyacaq. Çünki bu qəhrəman analogu olmayan, dünyada analogu olmayan bir qəhrəmandır. Dinc dövrdə, məsələn, biri var qəhrəmanlıq, əlində silah olasan, müharibədə vuruşasan, biri də var ki, arxa cəbhədə belə qəhrəmanlıq göstərəsən. Bunu kimlərsə eşidirsə, onlar çox təəccüb qalırlar. Məsələn, ona Varis Məcidova Lənkəranda fəxri vətəndaş adı veriblər. Ona görə mən icra hakimiyyətinə, Lənkəran icra hakimiyyətinə müraciət elədim. Mən də Vahid müəllimdə. Hərəmiz başqa-başqa adamlara. Bir də gördüm, mənə bir nəfər zəng edir. Dedi ki, mən Lənkəran rayon icra hakiminin köməkçisiyəm. Bəs siz dediyiniz o sənədi biz tapa bilməmişik. Amma deyir, biz inanırıq, bilirik ki, yəni elə bir şey olub. Müxtəlif icra başçıları olub, müxtəlif keşməkeşli devrlər olub. Ona görə deyir, o sənəd bizə gəlib çatmayıb. Sonra dedi, vəbşi